Eldar müəllim, gəlin bura. Tamam, buradan kənd hamısı görünür, cəmaatla çıxaq orayla. Bir dakika. Amir, Kızım telefonu yendi. Ben de götür. Hello. Biraz bu taraftan görünür. Bu tarafta su baseyni var idi, ermənilər oradaydı. O taraf. O mənim atamın arxasında. Bizim arxasında. Cəmələnlərdə. Kismuslu şeyləmişdiniz, onu qazdırmışdınız. Hə. buralar bəli. Bəli. Bu söhbət gedən ərazi bax bu sadəcə. Vadi. Bu yuxarı Abdurrahmanlıdır. Bura aşağı Abdurrahmanlıdır. Oradan Şərəkən çayı gedir. Yəni bu müəyyən işləri həll edir. Çay qalıb ki. Çay. Onun gözünü açmaq, onu işləmək lazım. Şərəkən. Bulaqdır. Onun gözlərini açırsan o başlayır. Yəni ona münasibət lazım. Harada başlayır? Bu çörəkən tüzüldən ötürü. Harada? Yeri bəli. Bəli, o tərəfdə. Bir el buradakı. Bu. Şu stolu getirin biraderler. Tabii kabak stolunu, kabak. Gördüm, görüştük. Salam verir. Burada da su bu Salam. Bizi belə qoyurlar mı? Bileşik koyup bakalım böyle. Ay. To the edge, just to show me your... Gelin bırak. Neydi? Bileşik. Okay, where do you want me? Bileşik. Heyecan sana kurban. Canım gözüm. Biraz söhbətimizi eləyək. Bircə dəqiqə. Dikkat edin Murat, dikkat edin. Bizim bugünkü günün programı yok. Yani biz elimizi obamızı ziyarete gelmişiz. Ve bizim Amerika'dan gelen konağımız. Heydi gün dünyanın en aparıcı teşkilatı, beynəlxalq teşkilatının rəhbəridir. Ama bir nərsi burada Qarabağ nümayəndəliyinin rəhbərlərindən biri olan Eldar müəllim Hüseynov buradadır. Ben ona teşekkür edirəm, bu artıq ikinci dəfə buradadır. Heyecan ana, siz gəlin bura, Şura xala sən də gəl bura. Bunlar minadan zərər çəkir. Siz də gəlin bura. Bunlar minadan zərər çəkən insanlardır. Təmizləmə Agentliyinin rəhbəri Rüvər müəllim Süleymanov buradadır. Bilirsiniz ki, son illər ölkə prezidentinin tapşırığı ilə çox sayılı infrastruktur layihələri həyata keçirdi. Amma bizim bu layihələrin həyata keçirilməsinin əsas problem yaradanı mina problemi. Bizim elə yaxınlarda bizim kəndin bir sakin elə bizim əməkdaşımız, hamımızın qohumu Babaşov ayağını yitirdi. Kariyelin oğlu, bizim bacımız oğlu. Yani bu kəndin nə qədər çevrəsinin minalı olduğunun fərqindəsiniz və çox sağ olun ki, aranızda yəni həm də bu təşəbbüsə, bizim bugünkü səfərimizə dəstək olub bir nərsi burada iştirak elədiniz. Bir burada Rutşov
PİS-in rəhbərliyi ilə bizim təşkilatın birgə hazırladığı bir bəyanat var. Qarabağ anaları, Azərbaycan qadınları adından dünya analarına səsləniləcək. Mən istərdim ki, Vüqar müəllim, siz, Eldar müəllim, siz və eydi ki, mən cəmaət məni tanıyır, mən Bükətdə böyüdüm və bayaq yolda heydiyə deyirəm, dünyanın harasında olsam belə ürəyim burada artır mənim, Bükətdə tarixdə. Hər quş üçün doğulub böyüdü, onun yuvasından bahalı, qiymətli, əziz, heç nə yox. Mən hər birinizə təşəkkür eləyirəm ki, bir gün buradasınız. Amma mən bilirəm ki, mənim evim, obam, cəmaatım sizləri eşitmək istəyir. Sizləri bu xoş gündə, əziz gündə, yəni bir nərsi ölkənin hər yerində indi Ulu Öndərin yubiley tədbirləri qeyd olunur. İnsanlar həm də tarixən elə bugün bizim məzarları ziyarət edən günlərimiz olub. İnsanlarımız bu 9 mayda qəbir üstünə çıxıblar məzar. Bu insanların bir çoxu da elə gəldilər, məzarları ziyarət elədilər. Mən istərdim ki, bir kəlmə siz sözünüzü deyəydiniz. Bir cəmaatımızı bir... Buyurun, müqarrəm. Hamınızı salamlayıram. Bu kəndin adın mən çox eşitmişdim müəllimdən və indi bugün bizə qismət oldu. Gəlib bu kəndi gördük. Mən hamımızın adından sizə təşəkkürümü bildirirəm. Əziyyət çəkib bura gəlmişsiniz. Üzrü sayın biraz gözlətdik sizi, proqramdan biraz kənara çıxdıq. Mən nə deyim, baxıram bu gözəl insanlar hansı ki mina qurbanları olub, adamın ürəyi ağrıyır. Təəssüflər olsun ki, bu erməninin bizə qarşı törətdiyi müharibənin davamıdır. Bu mina terroru davam edir. Özünüz görürsünüz, bu işğaldan azad olunandan sonra ərazilərimiz necə inkişaf edir, necə bərpa quruculuq işləri görülür. Amma təəssüflər olsun ki, bu işlərin daha da sürətlə, daha da çevik, daha da tez görülməsi qabağında mina problemi durur. Biz də öz növbəmizdə çalışırıq ki, bu problemi vaxtında bacardığımız qədər, mümkün qədər tez aradan qalxızaq, insanların həyatını xilas edək, insanlara əmin-amanlıq bəxş edək və ümid edirəm gün gələcək ki, Azərbaycanda mina partlamayacaq və heç kim o minanın qurbanı olmayacaq. Çox sağ olun. Müəllim, bu son dövrdə, son bir ayda 4 hadisə yaşadıq da. Siz özünüz o həyəcanları bizim hamımızdan çox yaşadınız. Və insanlar da, kənd əhli də, bu cəmaat da hər gün Tanrıya dua edir və həm də gözləri yoldadır ki, bu çevrə nə zaman təmizlənəcək, insanlar nə zaman qayıdacaq yurduna, yuvasına və həm də bu problemləri anlaşıqlı qəbul edirlər. Eldar müəllim, bilirlər ki, bu ağırlı bir problemdir, çətin bir problemdir. Yəni, elə bir istəklə də hər şey olmur. Burada təbii ki, insanlarımız həm də dəstək olmalıdırlar və kənar ümumiyyətlə minanın gizli bir ölümdür də. Bunun indi nə qədər böyük bir fəlakət, nə qədər bir acı olduğunu biz təbliğatını da eləməliyik. Yəni, lazım olmayan yerlərə gedilməməlidir. İndi biz bura məzarımıza gəlirik, amma bilirsiniz ki, kəndin digər tərəfləri, bunların hamısı problemdir və öz təmizlənməsini gözləyir. Onun üçün də bir nərsi indi elə düzənlənən bu tədbirin də əsas nədəni budur. Yəni, minadan böyük terror, Vüqar müəllim çox dəqiq vurğuladı. Dünyanın bəlkə də ən böyük terroru elə mina bastırmaqdır. Biz o yerin üstündəki problemlərimizi çözdük, amma yerin altındakı problemlərimiz qalır. Eldar müəllim, buyurun. Ümid müəllim, Vüqar müəllim, çox sağ olun. Mən də siz necə vurğuladınız, mən bu kənddə ikinci dəfədir sizinlə gəlmişəm və artıq siz demişkən, mən özümü Füzulidən bu kənddən hiss edirəm həqiqətən və bura gələndə bu hissiyyətləri görəndə və buradakı bizim kəndin sakinlərini görəndə artıq biz görürük ki, biz yavaş-yavaş bu
quruculuq işlərini qaydırıq və inşallah yaxın zamanlarda bu minalardan kəndlərimizi təmizləyək və artıq quruculuq işlərinə başlayaq. Çox sağ olun. Bu ananın deməli oğlu iki şəhidi var. Yəni iki şəhidi var və ən ağrı acı çəkən insanlardan birisidir. Bu ana övladını, oğlunu itirdi. Qaynını itirdi, qaynının oğlunu itirdi. Bu acıda, yəni böyük acılar yaşayan insanlarımızdandır. Bu bacılarımız bu son mina hadisəsində bizim. Başımız sağ olsun. Yəni bunlar bizim burada toplanmağımızın da əsas nədəni budur ki, bu problemlə bağlı biz dünyaya hayqıraq, səsimizi çıxardaq və dünya insanlarından həm də dəstək istəyək ki, bu problemin əlində bizə dəstək olsunlar. Heydi, please. Thank you, everyone, so much for welcoming me so warmly with the beautiful roses. I come from a place across the world named California just to see all of you. Hər birinizə ürəkdən təşəkkür edirəm ki, bugün gəlib mənimlə görüşə gəlmisiniz. Mən dünyanın o tərəfindən gəlmişəm. Kaliforniyadan bir şəhərdən gəlmişəm ki, sizi görüm. Sırf sizlər üçün gəlmişəm. I have 4 children. Biz də sizi təbrik edirik. We want to thank you for coming. Well, my honor. Mənim 4 uşağım. Mənim 4 uşağım var, övladım var. Okay, go on. And my dear friend Amoud, I was here last year in Karabakh, the beautiful area named the Black Garden, and Amoud told me about his village, and I came specifically to be here, to be with the mothers. This weekend is Mother's Day all over the world, and the one place I wanted to come was to Amoud's village, to say to the mothers, we stand in solidarity with you. I will do whatever I can to remove landmines from the face of the earth and restore the vineyards and orchards so that no children have to die. I have 4 children and 6 grandchildren, and I cannot imagine what a mother feels like to lose a child. Mənim 4 övladım var. Umud mənim dostum keçən il mənə öz ana vətəni haqqında danışırdı. Bura məhz analar günündə gəlmək səbəbimdən biri də, çünki o qədər eşitmişdim, görmək istərdim. Mən əlimdən gələn hər şey eləyəcəm ki, minaların təmizlənməsini, yəni tamamilə təmizlənməsi mümkün olsun və istəyirəm ki, heç bir bala ölməsin. Çünki mənim də 4 övladım var, mən anlayıram bu acını. So on behalf of mothers here in Karabakh, mothers in Afghanistan, mothers in Vietnam, mothers in Russia who lose their children to war, this must stop. And I believe Karabakh is an example to the whole world of the courage and the strength of mothers to give birth to a child, a beautiful child, with all its beautiful limbs and eyes and perfection from God, from Allah, from Buddha. And no child deserves to run in a field or chase a ball and lose a limb to a landmine. Deyir, analar hamısı çox çətinliklə övlad dünyaya gətirir. Mən dünyadakı anaların adından, Əfqanistandakı, Vyetnamdakı, Azərbaycandakı bütün anaların adından, yəni əlimdən gələn hər şey eləyəcəm ki, heç bir ana övlad itkisi görməsin. Heç bir ana buna layiq deyil. Thank you. I am so sorry for your loss. Çox üzgünəm sizin. Nothing can take a child back. Deyir, övladınızı heç nə geri qaytıra bilməz. But together in solidarity, we can help the children around the world not have to suffer what you had to suffer as mothers. Amma biz birlikdə, biz həmrəy olsaq, kömək olaraq başqalarına heç olmasa onlar bitirməsinlər. So happy Mother's Day to all of the villagers here, to all of the sisters and grandmothers and the little children here. I've come for you, to meet Amoud's
villagers, his neighbors, and his beautiful daughter Aisiba. I was here a year ago and I couldn't believe what I saw. And I was determined to come back and share the story of Karabağ with the world. Mən keçən il gəlmişdim, amma yenə Umut müəllimin dediyini çox eşitmişdim öz ana vətəni haqqında. Mən sizin üçün gəlmişəm. Bütün analara, bütün bacılara, bütün balalara yəni həmrəy oluram. Sizin dərdinizi bölüşürəm. Çox sağ olun gəldiyiniz üçün. Dünyanın 8 ölkəsində bu xanım mina təmizləmə fəaliyyətinə dəstək olur. Sülh üçün, barış üçün qarış-qarış gəzir. Yəni bu saat axşam biz qarşıladıq hava alanında və Əfqanistanla danışırdı. Yəni oradakı insanlarla danışırdı. Yəni Əfqanistandır, Vyetnamdır, Kambocadır və bir gün yolda deyir ki, mənim artıq fəaliyyətimin deməli fəaliyyət göstərdiyim ölkələrin sırasına bir ölkədə əlavə olunub, bu da Azərbaycandır. Mən artıq hiss edirəm ki, Azərbaycanla bağlı tez-tez danışmaq ehtiyacı yaranır məndə. Biz əlbəttə burada deməli hazırlanmış bir mətn də vardı. Burada xanımların imza atması üçün hazırlanıbdı Heydi xanımla Aysabanın deməli oxuyacaqlar. Heydi, I need... You want me to read it? Yes. Okay, and then you'll translate after. I have, yeah. Okay. Look, Miss Heidi. You just have to look over here, right? Over there? Yeah. I'll tell you when to start. Okay, all good. Well, greetings, dear mothers, dear sisters of Azerbaijan. From the ancient land of Karabağ in the Caucasus, we stand together with the women of Azerbaijan, whose greatest desire for hundreds of years has been a peaceful and safe life. There is sound reasoning behind our call. Although the progressive community is making concerted efforts towards achieving peace, it is regrettable to observe that the intensifying inhumane conditions in conflict zones worldwide pose a threat to humanity, the well-being of future generations, and our planet. Thousands of people worldwide are affected by the detrimental consequences of mines and conflict, leading to catastrophic explosions and turning them into victims. With over 100 million landmines scattered across over 60 countries, waiting to claim their next victim, how can the severity of this situation be ignored? Numerous countries, political experts, analysts, and media outlets have proclaimed that Azerbaijan be one of the most mine-affected nations in the world. Almost every inch of the land in Karabağ, which has been under occupation for many years, has been mined. Regrettably, despite their concealed presence in the ground, the fatal nature of landmines is a widely acknowledged fact, and their eventual emergence being an inevitability. Dear ladies, it is a heartache to inform you that since the agreement was signed in Azerbaijan in 2020, 301 people have become victims of landmines in Azerbaijan. Mothers and women in Azerbaijan bear the brunt of all afflictions resulting from landmine explosions, irrespective of the location of their victims. As if the perils of landmines were not enough, these women endure the loss of brothers, husbands, and children. This is so hard to read. The number of disabled families members is steadily increasing. Following each landmine explosion, it is the wailing and shrieks of us, mothers, that reverberate through the air. Every exploded landmine shatters the existence, contentment, and aspirations for a family and a mother. On this International Mother's Day, we unite with mothers of Azerbaijan and the village of Karabağ Fuzili district
to reach out to women across the globe. We feel obliged to bring to attention to the global community that the issue of landmines isn't solely Azerbaijan's problem, but also a concern for other nations, and that keeping mum about this challenge would inflict further harm upon all of us. Simultaneously, during this pivotal phase, we express our approval that Roots of Peace is now flourishing in Azerbaijan, and together with its domestic collaborator, International Eurasia Press Fund, and ANAMA as our partners, we have decided to implement the Mines to Vines project, the very first one in this village. With the participation of all the beautiful Azerbaijani mothers gathered around me, we are standing in unison, and we will commence this Planting Peace campaign and sow seeds of peace in regions liberated from the tangle of mines. We want peace. We want peace. We want peace. We aspire for our children, sons, daughters, and future generations to live in good health, a life free of landmines, and enduring peace for a healthy future. Our ultimate objective is peace. We anticipate that the women around the world who cherish peace will stand by us, and a solidarity of women. The final remaining landmine, until the final remaining landmine is gone from all of Azerbaijan and from the face of this earth. We anticipate that women around the world will remain in prayerful thought of Azerbaijan, as you will keep us in your prayers, as I take bold footsteps for peace. So as we begin this campaign of planting the roots of peace, starting in Karabakh and to the whole world, may we turn mines into vines and replace the scourge of landmines with bountiful vineyards and orchards worldwide, so no other mother ever anywhere in the world has to suffer from a child who's lost a limb or a life to a landmine. We will start this campaign. If somebody has a pen, I will be the first. I will read it. Okay, and then we'll sign it. Yeah. Analar Günü münasibətilə Azərbaycan qadınlarının dünya analarına müraciəti. Bu müraciət Sülhün Kökləri Təşkilatı və Beynəlxalq Avrasiya Mətbuat tərəfindən hazırlanıb. Əziz analar, bacılar, hörmətli xanımlar, biz sizə qocaman Qafqazın Qarabağ diyarından 100 illər boyunca ən böyük arzusu sülh, dinçlik, təhlükəsiz həyat olan Azərbaycan qadınları ilə birlikdə müraciət edirik. Çağırışımız səbəbsiz deyil. Dünyanın mütərəqqi ictimai sülh naminə gərgin mübarizə aparsa da, təəssüf hissi ilə qeyd edirik ki, dünyanın qaynar nöqtələrində artan qeyri-humanist təzyiqlər insanlığı, gələcək nəsilləri və dünyamızı təhdid etməkdədir. Hər il dünya üzrə 10 minlərlə insan mina və müharibənin mənfi təsirlərindən əziyyət çəkir, fəlakətli partlayışların qurbanına çevrilir. Əgər yer kürəsinin 60-dan çox ölkəsində torpağın sinəsinə sancılan 100 milyondan çox mina öz qurbanını gözləyirsə, buna necə soyuqqanlı yanaşmaq olar? Əlbəttə, qətiyyən olmaz. İndi çoxsaylı dövlətlər, politoloqlar, təhlilçilər, mətbuat tərəfindən bəyan edilir ki, minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri də təəssüf ki, Azərbaycandır. Uzun illər işğal altında olan Qarabağ torpaqlarının az qala hər qarışı minalanıb. Nə yazıq ki, mina təhlükəsi hələ də torpağın alt qatında gizlənsə də, ölüm saçan bu silahların nə zamansa baş qaldıracağı açıq-aşkar hər kəsə bəllidir. Əziz qadınlar, biz dərin ürək ağrısı ilə bildiririk ki, 2020-ci il Azərbaycan və Ermənistan arasında 2-ci Qarabağ müharibəsinin taleyini həll edən 10 noyabr razılaşmasından indiyədək Azərbaycanda 301 nəfər mina hadisəsinin qurbanına çevrilib. Minanın hansı koordinatda partlamasından, fəlakətə düçar olanın kimliyindən asılı olmayaraq, bütün hallarda dərdi qazanan Azərbaycanın anaları, qadınlarıdır. Onlar özləri də mina təhlükəsi
təhlükəsi ilə qarşılaşmaq azmış kimi qardaş, ər, övlad itirir, 50 il ailə üzvlərinin sayı get-gedə artır. Hər mina partlayışından sonra məhz biz anaların naləsi, çığırtısı da ərşə qalxır. Partlayan hər mina bir ailənin, bir ananın həyatını, xoşbəxtçiliyini və gələcəyə ümidlərini qəhr edir. Bugün burada Beynəlxalq Analar Günündə Qarabağda, Füzuli rayonunda, Aşağı Əbdurrahmanlı kəndində Azərbaycanlı analar ilə birlikdə dünya qadınlarına səslənirik. Bəşəri mina probleminin təkcə Azərbaycanın deyil, o cümlədən digər ölkələrin də dərdi olduğunu və bu problemə səssiz qalmağın daha çox canımızı ağrıdacağını dünya ictimaiyyətinə çatdırmağı özümüzə borc bilirik. Eyni zamanda belə bir məsuliyyətli mərhələdə razılıq hissi ilə qeyd edirik ki, Sülhün Kökləri Təşkilatı bugün Azərbaycanda da öz toxumlarını yetişdirir və o, yerli tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə minalardan üzümlüklərə ideyasını bu kənddə inkişaf etdirməyə qərar vermişdir. Bizimlə birgə olan Azərbaycanlı anaların qatqısı ilə biz burada sülhün əkilməsi kampaniyasına başlayaraq minaların cəngindən xilas edilmiş sahələrə sülh toxumları səpəcəyik. Biz sülh istəyirik. Biz uşaqlarımızın, oğullarımızın, qızlarımızın və gələcəyimizin sağlam olmasını istəyirik. Sağlam gələcək üçün minasız həyat və sülh. Bizim ali niyyətimiz sülhdür. Ümid edirik ki, dünyanın sülhsevər qadınları səsimizə səs verəcək və qadınların həmrəyliyi ilə Azərbaycanda, eləcə də yer üzündə sonuncu mina məhv ediləcək, yer üzü təhlükəsiz, başdan başa sülhün bərqərar olduğu Gürcüstana çevriləcək inşallah. İnşallah. Bəli. Siz də xanımlar adından bir neçə kəlmə ürək sözlərinizi deyin. Almaz xanım, buyur siz. Təqdim eləyin Almaz xanımı. Yəni Almaz xanımın mənə elə gəlir ki, təqdim eləməyə ehtiyac yoxdur. Rayonumuzun ən gözəl, ən istedadlı, necə deyəm, həm gözəl, həm zahirən, həm də daxilən gözəl xanımlarından biri Almaz xanımdır. Uzun müddət bizim təhsil şöbəsinə rəhbərlik eləyib. Son devirdə də Yeni Azərbaycan Partiyasının sədridir. Allah can sağlığı arzulayırıq. Buyurun Almaz xanım, sizdə. Mən sözümü qızım yəqin Perovod edəcəkdir. Bəli. Çox təşəkkür edirik ki, bugün bu missiyanı bu cəbhə zonasında yerinə yetirirsiniz. Füzuli cəmaatı bundan çox əziyyət çəkir. Şəhid analarının bir qismidir burada. Amma çox sayda bu minalardan zərər çəkənin hər yerində olduğu kimi Azərbaycana da öz missiyasını gətirib. Bu sülhsevər bir missiyadır. Anaları müdafiə edirsiniz. Çox təşəkkür edirik. Analar deyəndə onun uşaqları gedir, onun nəvələri gedir, bütün bir ailə cərəsi gedir. Yanınızda dayanan şəhid anasının bütün nəsli hamısı şəhid olub. Hamısı. İndi qəbirstanlıqda biz onlara baxırdıq. İstəyirik ki, indən sonra belə bir şeylər Azərbaycanda olmasın. Elə təsəvvür edin ki, burada taxıl əvəzinə mina əkiblər. Hara tərpənirsə minadır. Bu işıqlı işinizdə sizə uğurlar arzulayıram. Ümidvaram, çox sağ olun ki, gətdiniz. Belə gəlişlər bizə daha çox motivasiya verir, daha çox insanlar bu haqqında məlumatlarını ki, nə eləmək lazımdır, nə eləmək lazım deyil. Biz dilin bilməsək də kitablarda oxuyuruq, orada nələr verilir, hamısına məlumatımız var. Çox təşəkkür edirik. İstəyirəm burada iştirak edən cəmaatımız adına sizə bir hədiyyə verək. Bizdən yadigar saxlayın. Respublikanın bir tablosudur, tablom. Bu da boynuzda var. Bunu oradaki mesleğinden verersen. Really be Miss Karabağ. Karabağ. Miss Karabağ. I love Karabağ. This one from last year, and this is my new one. So I have every color. Oh, every color. Oh my goodness. There we are. Teşekkür ederim. Çok sağ olun. Bizdən sizə hədiyyə olsun. Çox sağ olun. Çok sağ olun. Allah ürəyinizcə versin.
Thank you so much. I'd love to open it and then we'll start the signing ceremony. That's what I was saying. Can we take a picture? What is it? Let's find out. It's Christmas comes early in Karabakh. Let's open it. Let's open it. Let's see what's inside. Oh my goodness, this is so beautiful. Oh my goodness. Oh, and it's hand. Oh my goodness. Thank you. İmza çekmək lazımdır. Qadınların adları yazılıb. Haydi çəkdirəcəyik. Bəli, bəli. Bugün, əzizlərim bir dəqiqə. Azərbaycan var ya. Bugün bu kəndə, bu elə xoş gəlmişsiniz. Hər biriniz xoş gəlmişik. Hər birimiz xoş gəlmişik. Gün o gün olsun. Tezliklə minalardan torpaqlarımız azad olsun. Bax, o yerlərə də belə bir ateşfəşanlıqla biz gedəyik. Bizim dərəyədən. Yes, I will come taste the grapes with you, with my grandchildren. Bəli, bax, üzümlük sahələrimizə baxırsınızmı? Biz indi o sahələrə həsrətlə hələ baxırıq. Çünki onların içərisi minalanmış sahədir. You can't access them. And we live in Napa Valley. I can't imagine seeing your grapes and not being able to harvest them. Haydi ki xanım, sizin bu gözəl missiyanızı biz hər birimiz alqışlayırıq. Sizə təşəkkür edirik və sizin bu missiyanın arxasınca biz də varıq. Səsinizə səs veririk. Qoy yer kürəsində həmişə sülh, əmin-amanlıq olsun. Analar ağlamasın. Amin, amin. Thank you. And she will pray for me. Bir də yenə də təşəkkür edirik. Çox sağ olun, var olun. Allah Ümid müəllimin də canını sağ eləsin. Amin, amin, amin. Bax, adi halda belə görünür ki, elə bilirik ki, bu işləri təşkil eləmək asan bir şeydir. Yox, çox çətindir, çox çətindir. Yes. Yes. Hər kim Ümid müəllimə bu işdə dəstək olur. We'll all have one with Mr. Umud. Hər kim Ümid müəllimin səsinə səs verir. Biz də onun bu həyatda xoş, firavan yaşamasını arzulayırıq. Yes, yes. Yeah, Çok we're sağ ol, lucky to be his teşekkür friend. Can you guys just sign it? To be your friend. Bir dəqiqə müəllimənin də ürək sözləri var. Buyurun müəllimə. Zahirə müəllimə də bir iki söz desin. Çox sağ olun, Thank var you olun. so much. Thank you. Thank you. Beautiful. Siz öz minnətdarlığımızı bildiririk. Çox şadıq ki, siz bugün burada iştirak edirsiniz və bizim bu bütün dərdimizə, odumuza, hamısına siz qayğı göstərirsiniz. Və biz istəyərdik ki, bu Azərbaycan qadınları adından və şəhid anaları adından sizə istəyərdik belə bildirək ki, bizim bu minalardan əhatə olunmuş bütün sahələr təmizlənsin. Bunda siz bizə köməklik eləyəsiniz, dəstək olasınız. Tezliklə o torpaqlara biz Azərbaycan qadınları, məğrur bir qadın kimi gedib biz orada öz quraq, yaradaq, öz işimizlə məşğul olaq. Biz ancaq bunu istəyirik. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Ad olmalıdır yəni. Var. Var. Siyahı verilən adların hamısı var. Canon, we switch. Arvadın önündə çəkəcək. Yox, fərq eləmir, sonra da çəkək. Çəksən? Çəkil, çəkil. İmkan verəsiniz. And then we'll do the next one in Azerbaijan. Okay, perfect. This goes in the... Allah bilmək deyəcəm. All right, let's change Okay, it. and we exchange. There you go. You keep us in order. Great. Thank you. Perfect. Sizi bir-birdən çəksin. Son sağa çəkil. Bir dəqiqə. Okay, and then we're going to have four of them across. So one will be for you. One, yeah, for everybody, yeah. Harda adınız varsa qabağına çəkəcək. Bunlarda da hamısında. Bu çəkir, bu çəksin. Var. En rahat tapılan adam benim. Necef. Ben Necef de bilmiyorum, o da benim. Sen de böyüyəndə ana maççı olacaqsan.
Buradayım. Bir dəqiqə az. Ev, dağılmış yurt buradadır. Ona göre ben buradayım. Ve əziz dostlar, ben bayaqda qeyd elədim. Dünyanın harasında olsam belə ürəyimi bura çəkir. Yəni bir gündən, 2 gündən sonra bura üçün darıxırım. Baxmayaraq ki, dağılıbdır. Baxmayaraq ki, yaşayış üçün yararlı deyil. Amma mən son 30 ildə bizim kəndimizdən Həmas xətti keçirdi. Yəni bizim bu qəbristanlıqdan 150 metr o tərəfdə erməni pozisiyası idi, erməni mövqeləri. Və 2016-cı ildə biz atamızı gətirdik bu erməni mövqelərinin 150 metrliyində dəfn elədik. Ona görə mən buradayım, bu kənddəyim. Və bugün burada tək deyilik. Burada Panamanın rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ nümayəndəsinin nümayəndəliyinin məsul işçiləri buradaydı. Və eyni zamanda ötən gün deməli ölkəmizə səfər edən Roots of Peace, Sülhün Kökləri Təşkilatının rəhbəri Heidi Kün bizimlə bərabərdir. Heidi Kün dünyanın ən aparıcı beynəlxalq təşkilatlarından birisidir. 25 ildir fəaliyyət göstərir bu təşkilat. Dünyanın 8 ölkəsində bura qədər, 8 ölkəsində mina probleminin çözülmesi. Onların övladlarının yerindən bizə gələn eləyəcəyik. To make it happen faster and safer for your children. Daha təhlükəsiz olması üçün. So how old are your children? Neçə yaş var uşaqların? Boy or girl? Eyni yaşında, eyni sinifdə oxuyublar, eyni vaxtda ailə qrupları, evlatları da indi eyni sinifdə oxuyurlar. So they studied together, they are kids studying together, they got married at the same time, they Dost olublar, səmimi dost. And then they are very close friends, best friends. Oh my God! And whatever, and Amoud's daughter, and whatever we can do in honor. Your stories to the whole world. These stories must be told. So it's enough.